Bak bu hissə 4 dənə plita var. Təzə belə bu düşsə, qoşa divardım onun üstündə. Köşkü hamısı gedəcəkdi. Bu deyirsən binanı bu saxlayır, deyil mi? Binanı bu saxlayır. Bak kalbana bak sen Allah. Belə şey olmaz ha qardaş. Alamatur əyilib bax. Bax alamatur əyilib. Nədə? Hissə söküldü. Bu nədə? Əlin ayağım 60 sm, 70 sm olan beton, kalon. Bunlar qalıb 10 sm qalmır. İstismar müddəti başa çatmayan 22 yaşı olan bina təhlükə ilə üz-üzədir. Şirvan şəhər Sahib Zeynalov 140-148 ünvanında yerləşən 55 ailəlik yaşayış binasının sakinləri təhlükədədir. Media TV-nin bölgə müxbiri Cavid Əliyev qeyd edilən ünvanda olub. Binanın mövcud vəziyyəti ilə tanış olaraq sakinlərlə həmsöhbət olub. Sakinlər bildirir, bu gecə binada çat baş verib. Təhlükə günü-gündən böyüyür. Gəlib çəkib gedirlər. Ümumilikdə yaşayış binası 5 blokdan ibarətdir. Yaranmış nasazlıq binanın ikinci blok olan hissəsində baş verib. 20 ailənin yaşadığını nəzərə alsaq, orta hesabla 2 blokda 60 sakin yaşayır. Bina sakini Vurğun Alimoğlu Qasımov bildirir ki, bina 2003-cü ildə istismara verilib. Hansı təşkilat, şirkət tərəfindən inşa edildiyi məlum deyil. Onu da qeyd edirik ki, 2 blokda qəza baş versə, digər 3 bloku da zədələyə bilər. Daha ətraflısını sakindən eşidik. Yox, burada Yəni, məsələn, binanı gör, o nə qədər saxlayır. plita saxlayır. Bax 1, 2, 3. Bax bu hissə 4 dənə plita var. Təzə belə bu düşsə, qoşa divardım onun üstündə. Köşkü hamısı gedəcəkdi. Bu deyirsən binanı bu saxlayır, deyil mi? Binanı bu saxlayır. Bak kalbana bak sen Allah. Belə şey olmaz ha qardaş. Alamatur əyilib bax. Bax alamatur əyilib. Nədə? Hissə söküldü. Bu nədə? Əlin ayağım 60 sm, 70 sm olan beton, kalon. Bunlar qalıb 10 sm qalmır. Bax. Gəl 30 sm, çox yerə 30 sm edir. Buraya bax. Nə gündə da bura. Almır bana qorxusun. Qardaş, buna bax. Bu bura şu təhlükə mənbəyidir. Çox. Abla xanım, daşlar görünür qalıb bax. Götürün də istərseniz bana qarın verir götürün bax. O daşlar getsə Allah şu alan eləsin. Ondan sonra bunlar gələcəklər. Bu iltinan gələcəklər. Binanın çökməni gözləyirlər. Deyəqin ki. Deyəqin ki, binanın çökməni gözləyirlər. Binanın çöksün, gəlsinlər, meyitləri çıxarsınlar, cəsədləri çıxarsınlar. Ben bunu çökməni qabaq gəlin zamanı çıxardım da. Yəni bu uçsa İraq olsun, burada çətin ki, salamat bir şey qalır. Əlbəttə ki, 20 mənzildir, 20 ailədir. 20 ailədə də ki, birində 3 nəfər, 4 nəfər olsa, az insan dördü, az can dördü, körpələr var ya burada. And olsun Allah, körpələr aşağıda düşüb oynayır. 15-20 yaxın körpə var, adam ürəyə ağrıyır. Hamısı. Olmaz axı. Bəs müraciət edirsiniz, nə deyirlər ki? Elə xəbər yoxdur, gəlirlər, çəkilər gəlir. Gələn çəkir. Yox, məmurlar, icra hakimiyyəti yadı nə deyir? Qardaş, icra hakimiyyətə gəldi, fövqəladadan gəldilər. Gəldilər, çəkdilər, getdilər. Demirlər ki, öləcəksiniz, qalacaqsınız, ya çıxın buradan, ya nətər olsun. Heç nə demirlər, heç nə. Gəlirlər, çəkilirlər, çəkilirlər. Gəlirlər, çəkilirlər, gedirlər. Rəy bildirilməli. Bu rəy nə boyda bir şeydir ki, rəy bildirilməsin. Rəy bir dənə ruçkanın ucundadır. Türkçə məsələn, dilin ucundadır, bir kəlmə deyilmək. Nə var ki orada? Bir kəlmə bir hər yol muxtan desin ki, bala köçün gedin də buradan. Gedməyə olsa yerimiz yox, da gedəcək. Yerimiz olsa gedərdik də, bu sol vəziyyətdə qalmazıq ki. Yerimiz yox ki qalmışıq da, biz nəzir. Qarşı tərəfi dinləməyə hazırıq.